Azərbaycanda 3-4 dənə kolbasa firması var ki, halallıq məsələsində onlara güvənmək olar. Onlardan biri haqqında sizə danışacağam. Və bu halal kolbasa firmalarından biri də Payımdır. Və biz də bugün Payımın zavodunda istehsal olunan bakara kolbasalarından danışacağıq. Çox gözəl, güvənə biləcəyiniz və evlatlarınıza yedizdirə biləcəyiniz kolbasa. Deməli dostlar, hələlik mən özüm üçün saska və kolbasa almışam. İndi onları degustasiya edib sizinlə bölüşəcəm dadı necədir. Hələlik rəngi, ruhu qəşəng. Bismillah. Saska qəşəngdir. Çox yağlı deyil, çox istiotlu da deyil. Uşaqlar yeyə bilərlər yəni. Dadlıdır. Desəm ki, belə super möhtəşəm, möcüzə bir şeydir, yox. Lakin dadlıdır və əsas odur ki, güvənmək olar bu firmaya. Halaldır. Dadını tam mənimsəmək üçün kolbasanı hələlik keçip mayonezi batırmayacağıq. Bismillah. Kolbasa çox gözəldir, çox qəşəngdir. Məclislərə də yarayır, evə də yarayır. Çox istiotlu deyil. Onların ayrıca istiotlu kolbasası var. Buyurun dostlar, şikayətiniz, təklifiniz, suallarınız olsa mesaj bölməsində yazın, cavablandıraq. Hələlik bakara kolbasalarını Şəkinin və Oğuzun marketlərindən soruşun və tezliklə Azərbaycanın bütün mağazinlərində olacaq.